Mobil telefonlar aksis dərəcəsinə cəlb olunacaq. Fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən bir ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Yeniavaz.com APA istinadla xəbər verir ki, bu Milli Məclisin bugün keçirilən iclasında müzakirəyə çıxarılan vergi məcəlləsi və dövlət rüsumu haqqında təklif edilən dəyişiklikdə əksini tapıb. Vergi məcəlləsinə təklif edilən dəyişikliyə görə ölkəyə idxal edilən mobil cihazların hər bir ədədi üçün 20 manat aksis vergisi tətbiq olunacaq. Fiziki şəxsin şəxsi istifadəsi üçün təqvim il ərzində ölkəyə gətirilən bir ədəd mobil cihaz aksisdən azad olunacaq. Dövlət rüsumu haqqında qanuna təklif edilən dəyişikliyə əsasən isə fiziki şəxslər tərəfindən bazar qiymətindən asılı olmayaraq təqvim il ərzində ölkəyə gətirilən bir ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alacaq. Hər il üçün mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.